Hər vaxtınız xeyir. Necəsiz? Səs gəlir. Hə, lap yaxşı. Dünən canlımızda iştirak elədiniz. Dil qaydası canlısında. Bəli, qalacaq. Hə, lap yaxşı. Bugün mətn canlısı işləyəcək. Bir də mətnlərdə suallara fikir vermək lazımdır ki, məsələn, hansı sual düşəndə hansı variantı yaza bilərik. Müddəadır, faktdır, plandır, o kimi məsələlərə toxunacaq. Bu mətni işləməmisiniz. Bu il, yəni bu il deyəndə 2024-cü ildə 11-ci siniflərə düşən mətndir. Qrupda 9 da varsa, 10 da varsa, fərqi yoxdur, qalıb iştirak eləyə bilər. Ən azından mətnləri oxuyacaq. Mətni necə oxumaq lazımdır? Biz mətni oxuyanda nələrə fikir verək? Belə şeylər. Bu ilin qəbuluna düşən mətndir. Yəni 2024-cü ilin qəbuluna düşən mətndir. Buraxılışına düşən mətndir. Diqqətli olun, hansı suala nələr yaza bilərik? İnşallah belə canlılarımız daimi olacaq buraxılışa qədər. Vaxt itirmədən biz yavaş-yavaş başlayaq mətni oxumağa. İşləməyənlər daha diqqətli olsun. Hə, görüntüdə problem varsa da yuxarıda sağ tərəfdə 3 nöqtə var. Onu vurub keyfiyyəti qaldıra bilərsiniz. Kimdəsə problem olsa. Biz yavaş-yavaş başlayaq. Publisistik üsluba aid mətndir bu. Sizə bir şey deyim. İmtahanda bədii üslub, bir də publisistik üsluba aid mətn düşür. Bədii üslubun mətni adətən rahat olur, mətnin özü. Amma sualları daha dolaşıq olan, düz mətn sualları o qədər dolaşıq olmur da, digərinə nisbətən daha çətin olan, dolaşıq olan bədii üslubun mətnləri olur, yəni sualları olur. Amma publisistik üslubda adətən coğrafiyaya xas mətnlər seçilə bilər. Biraz çətin mətnlər seçilir, amma sualları çox rahat olur. Yəni, publisistik üslubda mətn görəndə, mətni oxuyunda qorxmayın. Bilin ki, bunun sualları rahatdır, rahatlıqla yaza biləcəksiniz. Amma bədii üslubda mətnin asan olması, bəli, canlı qalacaq. Sizi sevindirməsin, suallarda da diqqətli olun da. Gəlin, baxaq. Uşaqlar, ümumiyyətlə mətni qəbul imtahanında da bir dəfə oxuyub, ay, vaxtım çox gedəcək deyib sualların üzərinə qaçmayın. Bunu yadınızda saxlayın. Müəllim, 2 dəfə oxusam vaxtım gedəcək. Zaten bir dəfə oxusanız belə, gedəcəksiniz suala nəsə tapa bilməyəcəksiniz, qayıdacaqsınız mətnin üzərinə. Ona görə mətni azı 2 dəfə oxumaq lazımdır. Ya da ki, belə eləyin. Abzas, hər abzası 2 dəfə oxuyun. Məsələn, mən uşaqlara da demişəm, abzaslar yoxdur, mətnin abzasları. Bir abzası oxuduq, qayıdır həmin abzası yenə təzədən oxuyur. Bu üsul yadınızda qalsın. Azərbaycan kəhrizləri, mətni oxumazdan öncə baxıram suallarına. İmtahanda belə eləyin. Suala baxım görüm, sualın şərtində məndən nə istəyir? Kəhrizlərlə bağlı tarixi, arxeoloji araşdırmalar hansı faktları müəyyən etməyə imkan verib? Deməli, mən mətni oxuyanda orada tarixi, arxeoloji araşdırmalara fikir verməliyəm. 2. Mətnə əsasən doğrudur, doğru yanlış ehtimal, bu ümumi fikirdir. Gəldim bura, 3-cü sual. Bax, altından xətt çəkilmiş sözlərdə heç bir şərhin uyğuna, şərhinə uyğun deyil. Deməli, altından xətt çəkilmiş sözlərin şərhi istənir məndən, qarşılığı yox. Cümlə mətndə nömrələnmiş hansı çərçivənin yerinə artırıla bilər? Bu ərazilərdə kəhrizlərdən istifadəniz Strabon da təsdiq edir. Baxdım, mətnin sonunda abzasla bağlı doğru fikirləri müəyyən edin. Son abzasa fikir verməliyəm. 5-ci sualda məndən bunu istəyir. 6. Mətnə əsasən kəhrizlərin sayının azalmasının 2 səbəbi. Mətni oxuyanda kəhrizlərdən danışır da. Orada yazıbdır kəhrizlərin sayı azalır. Bax, onun səbəblərinin ikisini bura yazmalıyam. Gəldim 7-ci suala. Mətnin 2-ci, 3-cü abzasları əsasında cədvəli doldurun. Görürsünüz, müddəa fakt. Olmazsa olmazımız. Ən asan sual. Mətndə çərçivəyə alınmış cümlədə uyğun düzəlişlər etmələ cümləni yenidən yazın. Buraxılışın canı. Daha sonra mətndə əvvəlində işarə qoyulmuş ifadələr əsasında cədvəli doldurun. İnformativ funksiyadadır, poetik funksiyadadır, yoxsa terminoloji funksiyadadır. Bilirsiniz, 3 funksiyamız var, danışacağım. İfadənin mətndəkindən fərqli funksiyada cümlədə işlədilməsi. İşlədəcəyik. Qarşısında işarə qoyulmuş sözlərin bizə funksiyası maraqlıdır. Və sonra axırıncı sualdır. Bu axırıncı sualda da
kəhriz və arteziyan sularının müqayisəsini istəyir bizdən. Açıq sualları indi bir-bir deyəcəm. Deməli, beynimdə canlandı ki, mən kəhrizlər haqqında, yəni kəhriz mətnində nələrə fikir verməliyəm? Kəhrizlərin azalma səbəbi, arteziyanla kəhrizlərin fərqinə fikir verməliyəm. Daha sonra bu müddəa fakt sualında kəhrizlərdən harda istifadə olunur, nə məqsədlə istifadə olunur? Bunları baxmalıyıq. Canlıda axıra qədər olun, faktı, müddəanı, yəni bütün probleminiz həll olacaq o fakt, müddəa problemi burada. Narahat olmayın. Abzasları 2 dəfə oxuyacağam, siz də belə eləyin. Sualla tanış oldunuz, gördünüz ki, qorxulu bir şey yoxdur. Getdik. Azərbaycan kəhrizləri, elə bir ki, qəbuldasınız. Yəni qəbulda bunu mən yox, siz özünüz oxuyursunuz. Azərbaycan qədim dövrlərdən suvarma əkinçiliyi mədəniyyətinə malik bir ölkə olmuşdu. Çay şəbəkəsi zəif inkişaf etmiş ərazilərdə böyük miqdarda münbit torpaqlar olduğundan onların suvarma suyu ilə təmin olunması əsasən kəhrizlər hesabına ödənilirdi. Mətninizin 1-ci abzasını oxudum. Abzas mənə aydın olması üçün 2-ci dəfə oxuyuram. Bir abzası 2 dəfə oxuyun. Azərbaycan qədim dövrlərdən suvarma əkinçiliyi mədəniyyətinə malik bir ölkə olub. Deməli, birinci cümlədə dedi ki, Azərbaycanda qədim dövrlərdən elə suvarma olubdu. Suvarma əkinçiliyinə malik bir ölkə olub. Çay şəbəkəsi zəif inkişaf etmiş ərazilərdə hardakı susuzluqdur, çay yoxdur orada. Böyük miqdarda münbit torpaqları olduğundan, deməli çay şəbəkəsi zəifdir və orada böyük miqdarda torpaq var. Onların suvarma suyu ilə təmin olunması əsasən kəhrizlər hesabına ödənilirdi. Birinci abzas aydın oldu. İndi mənim vaxtım çox gedə bilər. Siz deməyin ki, imtahanda vaxt qutardı ki, bunu tək oxuyacaqsınız ona görə. Birinci cümlə mənə dedi ki, Azərbaycan qədim dövrlərdən, yəni əkinçiliklə məşğul olduğuna görə suvarmaya malik olub, suvarma əkinçiliyi. İkincidə dedi ki, hardakı çay şəbəkəsi zəifdirsə, orada kəhrizlərdən istifadə olunubdu. Belə. Keçdim 2-ci abzasa. Kəhriz lay sularını toplamaq, yer səthinə çıxarmaq üçün yeraltı mənbədir. Kəhrizin nə olduğunu izah eləyir bizə. Kəhriz nədir? Uşaqlar, bir də PDF-i işləmək istəyirsinizsə, yəni PDF əlinizdə olsun istəyirsinizsə, aşağıda baxın Natiq müəllim link qoyubdu, Telegram kanalının linki. Həmin linkə daxil olun, PDF oradadır. Çünki PDF-i buradan bir də yuxarıda ödənişsiz WhatsApp qrupumuzun linkini qoyubdu müəllim. Oradan da PDF əldə edə bilərlər. Oradan da. Və müəllim deyir ki, abunə olun. Mən demirəm, amma müəllim deyir. Deməli, Telegram kanalına, bir də WhatsApp kanalına daxil olun, WhatsApp qrupuna daxil olun. Oradan PDF-i əldə edə bilərsiniz. İmkan varsa abunə olun, sonra müəllim gəlib canlını bağlamasın. Sən alın. Kəhriz lay sularını toplamaq, yer səthinə çıxarmaq üçün yeraltı mənbədir. Kəhrizin nə olduğu da bizə aydın oldu da. Yeraltı mənbədir ki, su çıxarır. Maylı kəhriz lağımları bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. Kəhriz lağımları bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. Peşəkar quyu qazanlar tərəfindən əvvəlcə baş quyu, sonra isə digər quyular qazılır. Kəhriz lağımı daş və ya bişmiş kərpiclə hörülür. Təmiz kəhriz suyundan əhalinin su təchizatında, xüsusilə də əkin sahələrinin suvarılmasında istifadə olunur. Kəhrizlər fəsillərdən asılı olmayaraq müntəzəm şəkildə eyni miqdarda sərin su verir. Abzas mənə aydındır, sizin üçün bir də təzdən oxuyuram. Diqqətli olun, fikriniz burada olsun, yazışmada yox. Mən rəylərə baxa bilmirəm. Kəhriz lay sularını toplamaq, yer səthinə çıxarmaq üçün yeraltı mənbədir. Maylı kəhriz lağımları bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. Peşəkar quyu qazanlar tərəfindən əvvəlcə baş quyu, yəni elə belə adamlar qazmır. Əvvəlcə baş quyu, sonra isə digər quyular qazılır. Kəhriz lağımı daş və ya bişmiş kərpiclə hörülür. Bax, kəhrizə aid xüsusiyyətlərin içərisində yaza bilərik. Təmiz kəhriz suyundan əhalinin su təchizatında, əhali üçün də, yəni suyu təmin eləmək üçün də istifadə olunur. Xüsusilə də əkin sahələrinin suvarılmasında istifadə olunur. Kəhrizlər fəsildən asılı olmayaraq müntəzəm şəkildə, yəni daimi şəkildə, davamlı şəkildə eyni miqdarda sərin su verir. Fəsildən asılı olmayaraq. Getdik. Bu abzasda bizə aydın oldu. Görürsünüz abzas oxuyanda necə aydın olur. Ordubaddakı kəhriz lağımlarından hətta məlum oldu ki, Ordubadda da kəhriz qazılıb.
Ordubaddakı kəhriz lağımlarında tikilən xüsusi yerlərdə müxtəlif ərzaqlarda saxlanılırdı. Yay aylarında kəhrizlərdə temperatur mənfi 10 və müsbət 8 dərəcə arasında olurdu. Bu da ərzaq məhsullarını soyuducudakı kimi saxlamağa imkan verirdi. Buradakı kəhrizlər əhaliyə içməli su verməklə yanaşı, şəhərsalmanın ən mühüm elementlərindən biri kimi də maraq doğurur. Deməli, bu abzasda bizə dedi ki, Ordubadda da kəhrizlər qazılıbdır. Deməli, həmin yerlərdə ərzaqlar saxlanılırdı kəhrizdə. Niyə? Çünki kəhrizlərdə yayda belə temperatur aşağı olur və insanlar ərzaqları qoyurlar ki, sərin saxlasın. Həmçinin əhalini içməli su ilə təmin edir. Eləcə də şəhərsalmanın ən mühüm elementlərindən biri kimi maraq doğurur. Bu abzasımız da hazır. Getdik. Azərbaycanda kəhrizlərin qazılma tarixi haqqında ilk məlumatlara eradan əvvəl yazılmış əsərlərdə rast gəlinir. Deməli, Azərbaycanda kəhrizlər nə zamandan mövcud olub? Eradan əvvəl. Məsələn, eradan 705 il öncə Assuriya padşahı 2. Sarqonun əskərlərinin təcavüzkar yürüşləri zamanı Urmiya ətrafındakı ərazilərdə kəhrizləri dağıtmalarını arxeoloqlar təsdiq edir. Deməli, eradan əvvəl yazılmış əsərlərdə Azərbaycandakı kəhrizlərin haqqında məlumatlara rast gəlinir. Eradan 705 il öncə Assuriya padşahı 2. Sarqonun əskərlərinin təcavüzkar yürüşləri zamanı Urmiya ətrafındakı ərazilərdə kəhrizlərin dağıtmaqlarını arxeoloqlar təsdiq edir. Arxeoloqlar deyir ki, hələ eradan əvvəl 705-ci ildə 2. Sarqonun əskərləri bunu dağıdıb. Deməli, var imiş o zamandan. Sonra gəldik və görürsünüz, Gəncədə də var imiş. 1938-ci ildə Gəncə şəhərindən cənubda Şəmkir çayı vadisində arxeoloji qazıntı aparılarkən qədim kəhriz qalıqları aşkar edilmişdir. Belə kəhrizlər Qəbələdə də tapılmışdı. Tarixi məlumatlar Azərbaycanın cənubunda, xüsusilə Təbriz və onun ətrafında 900 kəhriz olduğunu göstərir. Ölkənin hər yerində Təbrizli ustaların bu işdə məharətli olduğu haqqında məlumatlar əsasında Azərbaycan ərazisində kəhrizlərin eyni quruluşda olduğunu güman etmək olar. Uşaqlar, burada biraz hiylə işlədiblər. Nə olub yenə? Niyə qırırsınız bir-birinizi? Deməli, bax, güman etmək olar demir. Buradakı güman ehtimalı özü verib burada. Baxın, uşaqlar, belə bir şey görməmişik də. Biz adətən ehtimalı özümüz yazırıq. Amma sizin üçün burada ehtimalı özü verib sizi çaşdırır. Uşaqlar, canlı qalacaq, bəli. Bu hissəni bir də oxuyuram. Yeni artırılmış sual tiplərindəndir. Ona görə diqqətli olun, bu ildə qarşılaşa bilərsiniz. Ölkənin hər yerində Təbrizli ustaların bu işdə məharətli olduğu haqqında məlumatlar əsasında Azərbaycan ərazisindəki kəhrizlərin eyni quruluşda olduğunu güman etmək olar. Eyni quruluşdadır demir, onu güman eləmək olar. Bizim ehtimalımızdır bu. Aydındır? Bitdi, yoxsa baxaq görə bitdi? Hələ var. Qazıntıların nəticələri nümayiş etdirir ki, Bakıda hələ 9-cu əsrdən kəhriz sistemi hərəkətdə olmuşdur. Burada kəhriz quyuları şəhərin su tələbatını təmin edə bilirdi. Mən bu qrafikdəki mətni oxuyanda, onsuz da bu söz mənə bir qəribə gəldi. Qazıntıların nəticələri nümayiş etdirir ki, qazıntının nəticəsi göstərər də, Bakıda hələ 9-cu əsrdən kəhriz sistemi mövcud olub. Bakıda kəhriz quyuları şəhərin su tələbatını təmin edə bilirdi. Sovet hakimiyyəti illərində Azərbaycanda kəhriz sistemlərinin köhnə dünyanın nişanəsi kimi diqqətdən kənarda saxlanılması, deməli, Sovet dövründə kəhrizlər diqqətdən kənarda qalıbdır. Kəhrizlərin əksəriyyətinin sıradan çıxmasına gətirmiş arteziyan quyularının geniş tətbiqi kəhrizlərdən istifadəni arxa plana çəkmişdir. Yadınızdadır, bir sualımız var idi ki, nəyə görə kəhrizlərdən istifadə azalmışdır, diqqət azalıbdır? Deməli, Sovet dönəmində bunu köhnə dünyanın nişanəsi kimi biliblər və diqqətdən kənar saxlayıblar, sıradan çıxıb ona görə. Eyni zamanda da arteziyan quyularından istifadə olunması
kəhrizlərdən istifadəni azaltmışdı. Yəni kəhrizləri arxa plana çəkibdi. Lakin son zamanlarda aparılmış elmi araşdırmalar kəhriz suyu ilə suvarılan torpaqların verimliliyinin, deməli, son zamanlar araşdırma aparılıb və sübut ediblər ki, kəhriz suyu ilə suvarılan torpaqların verimliliyi arteziyanlarla suvarılan torpaqlara nisbətən daha çox olur. Arteziyan suyu daha çox qədim laylardan çıxır. Uşaqlar, qədim lay deyəndə, yəni daha alt qatlardan çıxır. Çıxdığı üçün tərkibinin duzluluq səviyyəsi yüksəkdir. Deməli, arteziyanın tərkibinin duzluluq səviyyəsi yüksəkdir. Ona görə də müstəqillik illərində, xüsusilə son zamanlarda kəhrizlərin təmiri və onlardan istifadə olunmasına diqqət artırılmışdır. Deməli, bu abzasda deyir ki, bizə arteziyanın suları duzlu olduğu üçün kəhrizlərə maraq artıbdır və kəhriz suları ilə suvarılan torpaqların verimliliyi də daha çox olur. Bizə bu haqda məlumat verdi. Getdik birinci suala. Baxırıq birinci suala. Deyir ki, kəhrizlərlə bağlı tarixi arxeoloji araşdırmalar hansı faktları müəyyən etməyə imkan verir? Bəli, olur sınaqlar. Deməli, tarixi arxeoloji araşdırmalar hansı faktları müəyyən etməyə imkan verir? Nə yaza bilərik? Nə yaza bilərsiniz? Bədii üslubun bayaq dedim də, mətni asan olur, sualları çətin. Bunun da mətni biraz çətin olur, sualları asan. Bayaqları gördük. Qəbələdə var idi, sonra Ordubadda var idi, Gəncə Şəmkir adları çəkilmişdi, düzdür? Deməli, görən kimi baxıram ki, Azərbaycanın müxtəlif bölgələrində kəhrizlərin qazılmasına önəm verilibdir. Birinci ikini götürürəm elə rahat, özümü çətinə salmıram heç. Sonra baxıram ki, deyir, kəhrizlərin suyu şirindir, arteziyan duzludur da. Kəhrizlərlə suvarılan torpaq son abzasda dedi, daha verimli idi deyə son dövrlərdə kəhrizlərə maraq artıb. Burada deyir ki, arteziyan quyularının son dövrdə çoxalması. Əksinə arteziyan yox, kəhriz çoxalmışdı. Biriləri tez variantdan çıxın, biri silən kimi 3 variant getdi. Bax, abzası başa düşə-düşə oxuduq, artıq mətnə qayıtmıram. Niyə qayıtmıram? Çünki son abzasda mən oxudum ki, son dövrdə kəhrizə maraq artıbdı, arteziyana yox. İşğalçıların hücumlarının su sisteminə dağıdıcı təsirini dedi ki, eradan əvvəl hələ 705-ci ildə 2-ci Sarqon Asuriya hökmdarı idi, onun yürüşü zamanı kəhrizlərin dağıdılmasını görürük biz arxeoloji qazıntılarda. Arxeoloqlar bunu deyir. Deməli, 3 də düz fikirdir, oxumuşuq, mətnimizdə var idi. Azərbaycanda torpaqların az hissəsinin çay suları ilə suvarıldığını, əksinə az yox, çox hissəsinin. Ona görə 4 yanlış fikirdir. Doğru cavab nə oldu? 2-3. Vəssalam. Yəni, mətni tam oxuduq deyə sual bizə aydın oldu. Rahat da sualdır. Gəldik. Baxın. Doğru, yanlış ehtimaldır. Doğrudur, yanlışdır, ehtimaldır. Bunun variantları hardadır? Birinci siz oxuyun, doğru, yanlış ehtimal olduğuna baxın, ondan sonra mən göstərəcəm. Doğru, yanlış ehtimal kimi. Oxuyun A, B, C, D, E variantlarını. Sizə göstərmək istəyirəm ki, elə bir ki, imtahandasınız. Özünüz baxın. Görün hansı doğru, yanlış ehtimaldır. Keçən il qəbula düşmüş mətndir. Variantları göstərəcəm indi. Öz əlimə də mətin gətirim rahat buradan. Mətnin PDF-ni yuxarıdakı linkdən götürə bilərsiniz. Müəllim yazıb. Deməli, baxaq uşaqlar. Gəlin baxaq. Doğru, yanlış ehtimal. Deyir ki, bayaqlar sizə dedim buna fikir verin. Ustaları Təbrizli olduğu üçün ölkə ərazisindəki kəhrizlər eyni quruluşda olmuşdu. Əgər siz oradakı sözə fikir verməmisinizsə, hansı söz olduğunu deyirəm. Bir dənə bu A variantına fikir verin. Son zamanların ehtimal tipi belə olur.
Məsələn, MİQ-ə də bu düşə bilər ehtimal sualların içərisində. Xüsusən buraxılışda abituriyentlərə. Bir dənə bu cümləyə baxın. Eyni ilə var mətndə, amma görün necə var. Deyir, ustalar Təbrizdə olduğuna görə ölkə ərazisində kəhrizlərin eyni quruluşda olması. Gəlin mətnə qayıdaq. Həmin hissəni sizə göstərim. Burada belə bir fikir var. Bir dənə bu cümləyə fikir verin uşaqlar. Bu cümləyə fikir verin. Deyir ki, ölkənin hər yerində Təbrizli ustaların bu işdə məharətli olduğu haqqında məlumatlar əsasında Azərbaycan ərazisində kəhrizlərin eyni quruluşda olduğunu güman etmək olar. Güman edirəm, dəqiq deyil bu. Bəli, ehtimaldır. Bu güman sözü artıq bizə icazə vermir ki, onu doğru fikir kimi götürək. Çünki bu dəqiq deyil, gümandır. Hələ özümüz belə dəqiqləşdirməmişik. Bu da ehtimalımızın yeni tipi. Deməli, 3-ə A variantı. Bu ehtimal olduğuna görə bura 3 yazıram. Daha sonra baxaq. Azərbaycanın çay şəbəkəsi zəif olan ərazilərində də münbit torpaqlar var. Azərbaycanın çay şəbəkəsi zəif olan ərazilərində də münbit torpaqlar var. Düzdür, səhvdir. Düzdür, səhvdir. Mətnin birinci abzası yadınızdaydı. Deyir ki, çay şəbəkəsi zəif olan yerlərdə kəhriz suları quraşdırıldığı üçün münbit torpaqlar olur. Bəli, birinci abzasda deyir bunu. Birinci abzasda. Deməli, bu 3 idi. Bura 1 yazıram. Doğru fikirdir. Kəhrizlər son dövrlərdə öz əhəmiyyətini tamamilə itirib, əksinə maraq artıb. Son abzasda deyir ki, kəhrizlərdən istifadəyə maraq artıb. Deməli, səhv olduğuna görə 2-yə C yazıram. Kəhrizlərin məqsədi şəhər əhalisinin su təminatı ilə məhdudlaşmışdı. Ancaq kəhrizlər bunun üçün idi və səkinçilikdə istifadə, deməli, bu da səhvdir. Deməli, yanlış fikrə C, D yazacam. Doğru fikrə B yazacam, ehtimala da A yazacam. Gəlin, baxaq görək, burada nə var? Y-yə baxaq görək, Y hansına uyğundur uşaqlar? Baxın, yay fəslində kəhrizlərin suyu öz sərinliyini qoruyub saxlayır. Sizə bir ipucu verim, yadınızda saxlayın. Bu, indi ad çəkməyəcəm, sınaqlara gedirsiniz də, düzdür? Otekan sınağını demirəm. Digər sınaqlar, kursların sınaqları olur. Adətən sınaqlarda mətnlər qəbul mətnlərindən uyğun gəlmir. Məsələn, gedib sınaqda elə olub ki, mətnlərdən yazıb 3 dənə düz, qəbulda gedib yazıb 8 dənə düz. Bu, sizə bir motivasiya olsun. Məncə bəhsinizdir bu qədər. Səbəbin nə olduğunu deyim. Çünki sınaq mətnləri söz yığınıdır. Ola bilər bir abzasdan ancaq sual qrupları, amma söz yığınıdır. Amma dimin mətnlərində orada bir söz varsa, deməli ona diqqət elə, ondan sual düşəcək sizə. Dim boşu-boşuna söz yığınından istifadə eləmir. Məsələn, müəllimlərə düşən mətn, Təhsil Nazirliyinin, eləcə dimin mətnləri bu işindən xoşum gəlir ki, sözü veribsə, cümləni veribsə, deməli onunla bağlı səndən sualı soruşacaq. Hər sözə fikir vermək lazımdır. Mən mətni oxuyanda gördüm ki, deyir, fəsillərdən asılı olmayaraq su sabit qalır. Bax, yay fəslində kəhrizlərin suyu öz sərinliyini qoruyub saxlayır. Çünki mətndə var idi, bu da doğru fikirdir. 1-ə B və Y, 2 C, D səhv idi, ehtimaldakı güman olan variant. Cavab oldu D variantı. İndi uşaqlar, deyin, 2 sual işlədikdə ən ağır suallarımız idi. Çətinlik çəkdiniz 2 sualda. 2 sualda da çətinliyiniz oldu. Biri də yazaq ki, hə oldu. Ürəyim partlayar burada. Baxaq. Yazıb bəli, kim idi? O da canlıda da yazırdı. Baxaq 3-cü suala, yaxşı. Yox, ödənişsizdir link. Baxın uşaqlar buna. Baxın. Altından xətt çəkilmiş sözlərdən heç birinin şərhinə uyğun deyil, deyir. Deyəcəksiniz ki, altından xətt çəkilmiş sözləri göstərin. Gəlin, altından xətt çəkilmiş sözləri sizə göstərim. Hansı sözlər olduğuna baxaq. Deməli, burada yazılıb ki, altından xətt çəkilmiş birinci sözümüz laydır. Kəhriz lay sularını. Uşaqlar, lay nədir? Lay nədir? Qatdır da, qat, təbəqə, düzdür?
Nə? Nə? Lay, leydi, yalan. Lay təbəqə qatdı. Səth nədir? Yer səthinə çıxarmaq üçün. Yer səthinə çıxarmaq üçün səth nədir? Üst tərəfdə, düzdür? Gəlin baxaq. Təmiz kəhriz suyundan əhalinin su təchizat. Təchizat nədir? Təchizat nədir? Hansısa bir ehtiyacı təmin eləmək üçün lazım olan bir şey, düzdür? Müntəzəm nədir? Elə müntəzəmi oxuyanda özüm dedim, daimi olaraq, davamlı olaraq. Müntəzəm də budur. Bitdi, altına xətt çəkmiş sözlər. Bitdi. Bitdi. İndi siz üçə baxın, mən bir-bir deyəndə siz deyin hansı varianta uyğundur. Yaxşı. Deyin görüm. Deyin görüm, lay hansının açıqlamasıdır? Lay hansının açıqlamasıdır? Lay. Görsünüz, burada lay var. Təbəqə. Dedim axı, qat, təbəqə, laylardan ibarətdir. Deməli, bu laydır, bunun açıqlaması var. İndi növbəti sözümüz səthdir. Səth. Yerin səthi deyir. Üst qatı, düzdür? Bir şeyin üst tərəfi. Yəni, səthin də açıqlaması var. Bəli. Orada müntəzəm sözü var idi. Müntəzəm. Müntəzəm nədir? Daimi olaraq, davamlı olaraq. Bu da getdi. Gəldik. Təchizat var idi. Təchizat. Maddi ehtiyacları təmin etmək üçün lazım olanlar. Bu da getdi. Yazıb ki, yerin altında qazılmış üstörtülü xəndək. Kim deyər? Bunun cavabı nədir? Bunun cavabı nədir? Cavab Y variantıdır, bəli. Y variantı yazanlar. Aferin sizə. Bunun açıqlaması nədir cavabı? Səncər. Yox bir. Bunker. Lağım, lağım. Lağım deyirlər. Uşaqlar, bu mətndə lağım sözü var idi. Lağım bilirsiniz nədir? Üstü örtülü quyu kimi bir şeydir. Bildiniz? Üstü örtülü. Bu körpü kimi bir şeydir. Üstü örtülü. Bəli. Yəni üstü açıq deyildir. Üstü örtülü xəndək lağımdır. Və salam, cavab Y variantıdır. Getdik növbəti suala. Bu ərazilərdə, uşaqlar, bunu hansı abzası artıra bilərik? Bu ərazilərdə kəhrizlərin istifadəni Strabon da təsdiq edir. Strabon da təsdiq edir. Baxaq görək, hansı abzası artırmaq olar? Hara artıra bilərsiniz? Bir, iki, üçüncü abzasa baxaq. Ordubadakı kəhriz lağımlarında bura artıra bilərik. Oxuyuram cümləni. Bu ərazilərdə kəhrizlərdən istifadəni Strabon da təsdiq edir. Bura artıra bilərik. İkinci sarqon olana niyə artırırsınız ki? Strabon da təsdiq edir. Bax, Ordubadakı kəhriz lağımlarında tikilən xüsusi yerlərdə müxtəlif ərzaqlar da saxlanılırdı. Yay aylarında kəhrizlərdə temperatur -10 və -8 dərəcə arasında olurdu. Bu da ərzaq məhsullarını soyuducudakı kimi saxlamağa imkan verdi. Buradakı kəhrizlər əhaliyə içməli su verməklə yanaşı şəhərsalmanın ən mühüm elementlərindən biri kimi də maraq doğurur. Yaxşı. Keçək 4-ə baxaq. Bura baxın. Artırmaq olar bura. Artırmaq olar.
Azərbaycanda kəhrизlərin qazılma tarixi haqqında ilk məlumatlara eradan əvvəl yazılmış əsərlərdə rast gəlinir. Məsələn, eradan 705 il öncə Asuriya padşahı 2. Sarqonun əsgərlərinin təcavüzkar yürüşləri zamanı Urmiya ətrafındakı ərazilərdə kəhrизləri dağıtmaqlarını arxeoloqlar təsdiq edir. Bəli, arxeoloqlar təsdiq edir. Düzdür? Və yazırsınız ki, bu ərazilərdə kəhrизlərdən istifadəni Strabon da təsdiq edir. Bu Strabon sözündəki da var ha. O sizə nəyi deyir? Strabon sözündəki da onu deyir ki, ondan əvvəl kimsə təsdiq edib, Strabon da təsdiq edir. Aydındır? Bəli. Çünki deyirək, Strabon da təsdiq edir. Deməli, ondan əvvəl kimsə təsdiq edir fikri yazılıbdır. Bəli, 4-cü abzas. Deməli, Şəmkir Gəncə yazanlar bura aid deyil. Çünki burada deyir, Strabon da təsdiq edir. Ondan əvvəl kimsə deyib ki, burada kəhrизlərin olduğunu kimsə təsdiq edir. Yoxdur ki. Ona görə artıra bilmirik. Diqqətlə baxın belə suallara. Gəldik. Mətnin sonuncu abzası ilə bağlı 5-ci suala baxın. Qapalılardan sonuncu sualımız. Mətnin sonuncu abzası ilə bağlı doğru fikir. Yadınızdadır, sonuncu abzasda nə danışdı? Dedi ki, kəhrизlərdən son dövrdə istifadəni artırıblar. Arteziyan sularından artıq istifadə azalıb. Çünki arteziyan suları yerin dərinliyindən çıxdığı üçün 1938-də Strabon olmuyor. Valla tarix keçmirik. Deməli, arteziyan suları yerin daha dərindən çıxdığı üçün duzlu olur. Suvarmada o qədər də verimli deyil, amma kəhriz suları daha verimlidir. Getdik. Baxaq. Doğru fikir istəyir, düzdür? Su obyektlərinin müqayisəsinə yer verilmişdir. Su obyektlərinin müqayisəsi var. Arteziyanla kəhrizi müqayisə olunursa, deməli düz fikirdir. İnformativ funksiya daşıyan sözlər üstünlük təşkil edir. Uşaqlar, mətnimiz publisistik üslubdadır. Orada da arteziyan suları və kəhriz sularından danışırsa, əlbəttə ki, informativ, yəni başa düşəcəyimiz sözlər daha üstündür. 2 də düzdür. Bir də 4-ə baxın. Fərqli siyasi hakimiyyətlər dövründə kəhrizlərə münasibət də əksini tapmışdır. 4-ü götürə bilərik. Siyasi hakimiyyət. Dördü götürə bilərik. Bəli, yazılmışdı. Sovet hakimiyyəti dönəmində kəhrizlərə maraq azalmışdı, arteziyan var idi. Amma sonradan, Sovetdən sonra, yəni son dövrdə arteziyana maraq azalıb, kəhrizlərə maraq çoxalıb. Deməli, 4-ü də götürürük. Deyir ki, üslubu xüsusiyyətlərinə görə digər tərkib hissələrdəkindən kəskin fərqlənir. Siz sonuncu abzası oxuyanda hansısa bir anormallıq gördünüz ki, orada terminlər daha çoxdur və ya bədiilik daha çoxdur? Yox, normal abzaslardır. Heç bir şey görməmişik. Ona görə üslubu xüsusiyyətlər eynidir. 3 abzasa bölünməlidir fikri də səhvdir. Çünki eyni fikir danışır. Kəhrizlərlə arteziyan müqayisə olunur. Ona görə də 1, 2, 4. 1, 2, 4. Getdik növbəti. 6-cı suala baxaq, keçdik situasiyalara. Uşaqlar, situasiyaya baxaq. Situasiyalara baxaq. Oxuya bilirsiniz də yəqin ki, mətnə əsasən kəhrizlərin sayının azalmasının 2 səbəbini müəyyən edin. Medal atan görürsünüz. 1. Oxuyun adın. Onun altında da var, yaşıllı yazılana baxın. Mətnə əsasən kəhrizlərin sayının azalmasının 2 səbəbi yazın. Kəhrizlərin deməli, yazıram ki, 1. Sovet dövründə diqqətdən kənarda qalması. Birinci bunu yaza bilərik. Sovet dövründə diqqətdən kənarda qalması. İkinci nəyə yaza bilərik? 2.
İkinci yaza bilərik ki, arteziyan sularına marağın artması, arteziyan sularına marağın artması. İki səbəb bunu yaza bilərik. Hə, çərçivə deyir orada. Nömrələnmiş hansı çərçivənin yerinə? Yaxşı, yaxşı, əl çəkin. Gəlin baxaq. Hə, çərçivə deyirsə, kəhriz layı sularını toplamaq, yer səthinə çıxarmaq üçün yeraltı mənbədir. Çərçivə daha rahat, uşaqlar. Bura artıra bilmərik. Sonra müntəzəm şəkildə eyni miqdarda sərin su verir. Strabon da təsdiq edir deyə bilmərik. 3-ə baxaq. Heç nə, çərçivə deyirsə, bura artıraq. 1938-ci ildə Gəncə şəhərindən cənubda Şəmkir çayı vadisində arxeoloji qazıntı aparılarkən qədim kəhriz qalıqları aşkar edilmişdi. Belə kəhrizlər Qəbələdə də tapılıb. 3-ə yaza bilir, belə kəhrizlər Qəbələdə də tapılıb. Burada olduğunu Strabon da deyir. Çərçivə deyirsə bunu yaza bilərik. Yəni 3-cü rəqəmi. Bildiniz? Çərçivə deyirsə budur. Vəssalam. Sonra mətnə əsasən kəhrizlərin azalma səbəbini dedik. Sovet dövrü, daha sonra arteziyan quyuları, başqa nə deyə bilərik? Orada var idi uşaqlar. Qədimlə bağlı bir cümlə. Qədimlə bağlı olan cümlə. Nə idi o? Qədim şəhərin tapaq, Sovet dövründə. Hə, köhnə dünyanın nişanəsi hesab edilməsi. Bunu yazırıq. Sonra vəssalam. Üçünü də yaza bilərik. Getdik 7-ci suala. Sizin daha çox sevdiyiniz sual tipidir deyəsən. Hə, gəldik müddəa və fakt. Bugün bunu burada öyrənirsiniz, gedirsiniz. Müddəa və fakta baxın. Faktda bizdən nə istəyir? Biz mətni görsək, bir canlı elə əvvələ, mətni görəcəksən, bir də elə axıra. Özünə əziyyət vermir. Deyir, müəllim, mətni göstər. Hə, linkə girin, canlı əlinizdə olsun da PDF-dən. Faktda nə istəyir bizdən? Əkin sahələrinin kəhrizlər vasitəsilə suvarırlar. Birinci faktımda mənə dedi ki, əkin sahələri kəhrizlər vasitəsilə suvarılır. Kəhriz lağımlarında tikilən xüsusi yerlərdə müxtəlif ərzaqlar saxlanılır. 2 dənə fakt verdi. Müddəaya nə yaza bilərik? Müddəaya. Uşaqlar, fakt müddəanı yaza bilməyən var burada, nə olduğunu bilməyən. İzah edeyim fakt müddəanı. Yoxsa birbaşa variantı deyək. Hə, gəlin sizə belə bir şey deyim. Tutaq ki, qrupda 15 nəfər var. Qrupda 15 nəfər var. Bir dənə ad seçək. Buradan kimi, məsələn, Elvin. Elvin Piriyev kimidir? Tutaq ki, Elvin haqqında danışırıq. Elvin. Turan sinifə girir, deyir ki, Elvin, burada sənin haqqında danışanlar var. Yəni, sənin arxanca danışanlar var. Müddəa odur ki, ortaya attığım fikirdir. Müddəaya bir fikir ortaya attım ki, Elvinin haqqında danışanlar var. Yəni, Elvinin arxasınca danışanlar var. Ortaya atılan bir fikirdir müddəa. Mən bunu faktla sübut eləməliyəm. Müddəaya bəzən abituriyentlərimiz bilirsiniz nə edir? Belə əllərindən ən yaxşı gələn şey. Abzası götürüb yapışdırırlar müddəaya. Mətni götürüb köçürürlər bura. Müddəaya qətiyyən, və yazın dəftərinizə, müddəa hissəsinə qətiyyən mətndəki cümləni yazmaq olmaz. Ümumi bir fikirdir müddəa. Və bunu biz faktla sübut eləməliyik. Biz dedik, axı, Elvin haqqında danışılanlar var. Sübut eləsin Turan. Turan gətirir qəşəng, telefonunu açır, deyir ki, bax, Ömər filan vaxt filan kəslə danışıb və bu da onun SMS-i. Çıxartdı, skrin eləyib, saxlayıb. Faktla sübut elədi. Yəni, Elvini istəməyənlər var da, Elvin haqqında danışanlar var. İkinci faktda nə yaza bilərik? Deyə bilərik ki, nə bilim, Elvin o günləri dərsə gəlməmişdi. Aygün yerdən durur, deyir ki, Elvin o gün dərsə gəlməmişdi. Müəllimə dedilər ki, Elvin testi köçürüb, nə bilim, Elvin istəmir də bu uşaq. Üçüncü də, qısası yazıb iş verən, qısası sübut eləyirsiniz bunu. İndi, gəlin bunu mətnimizə tətbiq eləyək. Baxdım ki, deyir, əkin sahələrini kəhrizlər vasitəsilə suvarırlar. Mətndə kəhrizlərin əkin vasitələri ilə suvarılmasını fakt əsasında mənə verdi. Kəhriz lağımlarından
tikilən xüsusi yerlərdə müxtəlif ərzaqlar saxlanılır. Bura nə yaza bilərik? Nə yaza bilərik? Bax, bura elə bir fikir yazmalıyıq ki, ikisi də əlaqələnməlidir. İkisi də. Bax, Arif Abdullayev qəşəng bir cümlə yazıb. Yazıb ki, kəhrizin bir çox faydaları var. Bəli, sıfırdandır. Mən məsələn yazaram ki, baxın uşaqlar, görün necə indi variantımı yazım. Yazıram ki, yaza bilsəm yazacağam. Kəhrizdən müxtəlif məqsədlər üçün istifadə edilir. Bir cümlə yazdım. Bax, ya yazın kəhrizdən müxtəlif məqsədlər üçün istifadə edilir, ya yazın ki, kəhrizdən müxtəlif yerlərdə istifadə edilir. Bax, kəhrizdən müxtəlif məqsədlər üçün istifadə edir. Sübut eləyirəm. Əkin sahələrini suvarmaq üçün. Sübut eləyirəm. Ərzaqları saxlamaq üçün. Hətta orada mətndə bir cümlə var idi. Deyə bilərəm ki, kəhrizdən nə üçün? Əhalinin içməli su ehtiyacını təmin etmək üçün. İçməli su ehtiyacını təmin etmək üçün əhalinin. Bunu da yazdım. Hətta yaza bilərsiniz ki, şəhərsalmada kəhrizdən istifadə olunur. Aydın oldu. Bunu bax, bu cümləni, qırmızı ilə işarə elədiyim cümləni özüm yazdım. Nəyə görə özüm yazdım? Çünki baxdım ki, burada mənə əkin sahəsi dedi. Burada da ərzaqların saxlanılması dedi. İkisi də fərqli şeylərdir. Mən bura yaza bilmərəm, kəhrizdən suvarmada istifadə olunur. Onda ərzaq nə olacaq? Yaza bilmərəm. Mən bura elə bir şey yazmalıyam ki, həm ərzağa uyğun olmalıdır, həm də əkin sahəsinə uyğun olmalıdır. Tam bal verəcək, bəli, 100%. Yəni, həm əkin sahələri, həm də ərzaq sahələri. Uşaqlar, modeldəki kimi izah edirəm. Həm əkin sahələrini izah eləməlidir, həm də ərzaqları. Deməli, yazıram ki, kəhrizdən müxtəlif məqsədlərdə istifadə olunur. Müxtəlif vasitələr üçün istifadə olunur. Aydındır. Və burada da yazıram, əhalinin içməli su ehtiyacını təmin eləyir, suvarılmada istifadə olunur, şəhərsalmada istifadə olunur. Başa düşdünüz indi? Hə, uşaqlar, faktda mətndən və fakt deyil, adı üstündə. Faktda mətndəki cümləni yaza bilərsiniz, problem yoxdur. Yetər ki, müddəaya yazmayın. Faktda mətndəki cümləni yazın. Yəni, fakt deyəndə faktla göstərməlisən də, sonra mətndəki cümləni gətir, yaz. Bildiniz? İndi, bax, orada yazıblar tezis necə olur? Müddəanı faktla sübut eləmişəmsə, bu artıq tezisdir. Uşaqlar, bu saat tezis sualıdır da elə. Tezis sualıdır. Müddəanı faktla izah eləyə bilirəmsə, bu tezisdir. Tezis sualı budur, qorxulu bir şey yoxdur. Getdik növbəti suala. Deyir ki, mətndə çərçivəyə alınmış cümlədə uyğun düzəlişlər yalnız qüsurlu məqamlarda etməklə cümləni yenidən yazın. Bir dənə diqqətiniz burada olsun. Bax, düzəliş eləyəndə əsəbləşməyim deyə deyirəm. Bunu yaxşı oxuyun. Xülasə, mətnin əsas hissələri. Məsələn, mətni oxu, mən desəm ki, mətndə sən nə başa düşdün? Hər abzasdan bir cümləni götür, əsas hissələri deyirsən. Mətndəki, bu çərçivədəki hissədəki qüsurları düzəldəcək. Amma başqa heç bir qüsursuz sözə dəymirik. Yalnız qüsurlu söz. Cümləni yenidən yazırıq. Gəlirəm o qüsurlu olan məqama. Hanı o? Hə, baxın. Çərçivədəki sözümüz budur. Bayaqları ilə oxuyanda dedim bunu. 7-ci sinif 25-25 yazdım. Əhsən. Rizvan Rəsulov. Rizvan, indi getməmsən riyaziyyatdan. Abala, dincəl də. Tezis nə faktdır, nə müddəa. Müddəanı faktla sübut eləyə bilirsənsə, bu artıq tezis olur. Tezisin qaydası budur. Faktla sübut olmuş müddəamız tezisdir.
Yəni müddəaya yazdığım fikir zaten tezisdir də. Yəni tezis müddəadır. Amma faktla sübut eləyə bilirəmsə. Hə, sizə bir şey deyim. 2 ildir, sonra 3 ildir dalbadal bu sual düşür. Belə bir sual düşür, fakt müddəa sualı düşür. Adətən burada 2 qüsurlu məqam olur. Adətən 2 qüsurlu məqam olur. Bax, qazıntıların nəticələri neynir? Sübut edir ki, ya da çox sağ ol, Aydan. Qazıntıların nəticələri sübut edir ki, ya da göstərir ki, bu nümayiş etdir. Qəşəng buradan çıxıram. Nümayiş etdir hissəsini götürdüm. Yazıram ki, birinci hissəyə də, yəni elə bura. Bunu sadəcə müəllim bura niyə 2 yazdı? Yazıram ki, bura, qazıntıların nəticələri ya göstərir ki, ya da yazıram, sübut edir ki. Hansını istəsəniz yazın. Ya göstərir ki, ya da sübut edir ki. Bunu yazdıq. Yəni, bu getdi. Bakıda hələ 9-cu əsrdən kəhriz sistemi hərəkətdə olub. Kəhriz sistemi cəmaatı daşıyırmış. Neyinirmiş? Qatardı mı, avtobusdu mu? Hərəkətdə olub nə deməkdir? Kəhriz sistemi mövcud olmuşdu. Fəaliyyətdə olmuşdu. Bu hərəkəti silirəm. Yazıram ki, ikinci hissəyə də. İkini də buradan yazıram. Mövcud olub. Mövcud olmuşdur. Mövcud olmuşdur, fəaliyyətdə olmuşdur. Bakıda hələ 9-cu əsrdən kəhriz sistemi istifadə edilmişdir. O da olar. İndi bildim, çox sağ olun, lap yaxşı. Keçən düşmüşdü, yaza bilməmişdiniz. Canınız sağ olsun, indi bildiniz. Hə, bəzən abituriyentlərimiz nə edir? Oxuyur, bir dənə bizim qrupda yad eləyək də onu. İndi IT qrupundan adamlar deyəndə abituriyentlərimiz varsa biləcəklər. O gün qrupumuza işlədirəm bu mətni, əyani dərslərimizdə. Hamı düzəliş eləyib gətirib, Sübhan olduğu kimi köçürüb gətirib. Deyirəm ki, ay Sübhan, niyə dəyişməmsən? Məncə səhv yoxdur. Təsəvvür eləyin, deyir, məncə səhv yoxdur. Deməli, qazıntıların nəticələri göstərir ki, Bakıda hələ 9-cu əsrdən kəhriz sistemi mövcud olubdur. Vəssalam. Buradakı başqa sözləri dəyişə bilmərsiniz, uşaqlar. Buradakı başqa sözləri dəyişə bilmərsiniz. Yaxşımı? Getdik. Daha sonra növbəti suala baxaq. Növbəti sualımız hansıdır? Növbəti sualımız hansıdır? Baxın. Baxın uşaqlar. Əvvəlində işarə qoyulmuş ifadələr ifadələri sizə göstərirəm. Hansı üslubda olduğunu yazırsınız. Biri təmizli, bir də elementdir. Baxın. Baxın. On bir. Fikir verməyin də, siz bura baxın. Tapın müəllim, yoxsa incələm sizdən. Deyir ki, uşaqlar, diqqətli olun, niyə səhv yazırsınız? 40 gün qalıb imtahanlarına, gör nəyi səhv eləyirlər, nəyə poetik deyirsiniz siz? Bu, yuxarıda poetik olanları gördüm. Bunu baxırsınız ki, təmiz sözü hansı funksiyadadır? Bir də, bura düşüb də, indi burada olmalıdır. Element sözü hansı funksiyadadır? İkisinə də baxın.
İkisinə də baxın. Tez olun. Biraz tez olun. Deməli, su təmiz ola bilər, uşaqlar. Su təmiz ola bilər. Təmiz ola bilər su. Hadi niyə olmur ki? Su təmiz olmayanda nə təmiz olacaq? Təmiz kəhri suyundan. Təmizin əksi nədir? Çirkli. Çirkli, kəhri suyu ikisi də ola bilər. Təmizin əksini qoydum yerinə. Deyirəm ki, onun düşüncələri təmizdir, çirklidir. Çünki nə var onun? Pisdir. Amma burada görürsünüz, təmiz su təmizdir də. Məsələn, içmək olar. İnformativ funksiya. İnformativ funksiya. Amma desə ki, burada element, baxın, ən mühüm elementlərindən biri. Şəhərsalmanın ən mühüm elementi. Şəhərsalmanın ən mühüm... Uşaqlar, poetik niyə yazırsınız? Elementi necə poetikdə işlədirsiniz siz? Elementi necə poetikdə işlədə bilərsiniz? Element nə deməkdir? Sadiq müəllim. Ay, Sadiq müəllim. Element riyaziyyatda var. Bir dənə termin kimi işlədə bilərsiniz cümlədə. A çoxluğunun elementləri. Hə, cümlədə. Məsələn, A çoxluğunun elementlərinin sayı 5-dir. Hə, çox sağ olun müəllim. Sadiq müəllimə də kömək aldıq. Bilirdim, prosto da riyaziyyata aid yazdım da. Hə, baxın. Təmiz informativdir. İşarələdik. Element deyir ki, şəhərsalmanın ən mühüm elementlərindən biri. İmtahanın ən mühüm element məqam deməkdir. Bunlar informativ funksiyadır. Poetik götürmürsünüz qətiyyən. Həm də görürsünüz, hansı üslub aiddir? Publisistik üslub aiddirsə, poetikdən qaçın biraz. Poetik funksiyada deyil, terminoloji funksiyada deyil. İkisini də işarələdim. Mətndəkindən fərqli funksiyada cümlədə işlədim. Uşaqlar, təmiz sözünü gəlin poetikdə işlədək. İndi işlədin. Hə, təmiz sözünü bitiririk artıq. 9-cu sualdır bu. Yazıram ki, bayaq Sübhan haqqında danışdım, onun adını yazacağım. Şu an xətrinə dəyməsin. Sübhanın ürəyi təmizdir. Sübhanın ürəyi təmizdir. Uşaqlar, təmiz neynirlər? Sübhanın ürəyinə filtr qoşmuşuq, təmizləmişik. Yox, təmiz deyəm, burada məcazi mənadadır da. Bir də belə eləyirlər. Orada mətndə təmiz verir, bax, başlanğıc forma. Götürür, yazır ki, təmizlədilər. Onun fikirlərini təmizlədilər. Başlanğıc forması təmizləmək feildir. Belə ifadələrdə təmiz, başlanğıc formaya baxın. Təmizdir. Bəli, həqiqi olan informativdir. Deməli, gəldik, buradakı söz nə idi? Element. Element sözünü mən adətən terminoloji funksiyada işlədərəm. Sadiq müəllim dedi ki, A çoxluğunun elementləri bunlardır. Riyaziyyata aiddir də, düzdür? Ya da ki, kimyada. Deyirsən ki, H2O, adama deyilir öz fənnindən danışda. H2O suyun elementidir, deyərik, nəyə yaza bilərik? Necə işlədə bilərsiniz? İndi birinci qruplarla burada artıq, dördüncü qruplar, bir də ikinci qruplar keyf eləyir. Üçüncü qruplar burada gülür, burada, poetikdə. Birinci qruplar deyil, darıxmayın, onlar da gəlir, burada gülür. 1, 4, 2 də riyaziyyatla başını, yəni hərləyəcək də, 2 də burada gülür. Yəni, kimya nədir? Elementi işlədirəm. Bura uşaqlar nə yazdınız? Kimyaya aid bir dənə deyin, elementlə yazın. Tez olun, görün. Biraz tez olun. Yox, onu yazmayın. Qoy, H2O-nu yazaq. H2O, ya da kimyada çoxlu elementlər var. Kimyəvi element yazın. H2O lazımdır bizə. Kimyəvi element, onu yazırsınız. Ya da ki, yazın A çoxluğunun elementləri. Onu yazırsınız. Dövrü sistemdə 118 element var. Olar. Bir də, bura nə yazılıb? Cümlədə işlət. Cümlədə.
Gətirib bura söz birləşməsi yazmayın. Məsələn, burada yaza bilmərsiniz, ha? Nə yazmısınız? CO2 elementi. Mütləq cümlə olmalıdır. Söz birləşməsi olsa bal verməyəcəklər. Cümlə istədiyinə görə. Bildiniz? Hidrogen ən yüngül elementdir. 22 qeyri-metal element var və s. İstədiyiniz terminoloji funksiyada yazırsınız. Asandır. Və gəldik sonuncu suala. Mətnin son abzasında danışılan. Nə istəyir? Rəqəmlərin yerini doldurmalıyıq biz. Kəhri sularına aid 2 fakt yazılmalıdır. Arteziyan sularına aid 2 fakt yazılmalıdır. Ortağa aid 2 fakt yazılmalıdır. Deyin gəlsin. Ədəbiyyat dərsi olacaq, bəli. Bundan sonra ədəbiyyat canlısına başlayırıq. Deyin gəlsin. Sözün mənaları, baxın, 3-cü sualda var idi. Yazıram ki, kəhri sular, uşaqlar, verimliliyi daha çoxdur axı. Birə indi mən burada 1-2 altdan yaza bilərəm. Orada imtahanda yer böyük olduğu üçün rahatlıqla yazacaqsınız. Yəni, sıxıntı yoxdur. Məsələn, 1-ə yaza bilərəm ki, kəhri suları daha verimlidir. Və ya əlverişlidir. Düzdür? Kəhri suları daha qədimdir. Eradan əvvəl də istifadə olunub. Yazırsınız ki, eradan əvvəl də mövcud olub. Mövcud olub. Orada ikinci Sargon idi. Nə idi? Onun yürüşlərində. Arteziyan suları duzludur. Duzludur. Orada deyirdik, qədim laylardan çıxır. Qədim laylardan çıxır. Düzdür? Nə yaza bilərik? Yazın ki, ən alt qatlardan, daha qədim, yəni daha alt qatlardan. Elə yazın ki, qədim laylardan çıxır. Qədim laylardan çıxır. Ortağa nə yaza bilərik? Ortağa hər ikisi suvarmada istifadə olunub. Suvarmada istifadə olunub. 4-ü də nə yaza bilərik? Mətnə baxaq görək, nə deyir bizə? Dördə nə yaza bilərik? Yeraltı, arteziyan duzludur, içməli deyil axı, nə içməli? Hər ikisində maye halar. Uşaqlar, elə maraqlı şey yazın. Su sistemi də yaza bilərsiniz. Yerin altından çıxır deyə bilərsiniz. Hər ikisi sudur. Elə cümlələr yazmır. İkisi də sudur nədir? Kəhri suları ilə yazıb da su olduğun. Yeraltı su obyektidir yazaq. Yerin altından çıxır, alt qatlarından. Onu yazın. Yeraltı su obyektidir. Hətta yaza bilərsiniz ki, Sovet dövründə istifadə olunub. Bunu da yaza bilərsiniz. Kim yazır arteziyan duzlu deyil? Mətndə yazılıb arteziyan duzludur da. Bu alimliyi kim eləyir? Arteziyan duzlu. Laviniya adı ilə yazır. Mətndən anlayışınız var. İndi qoşulub canlıya. Alimliyi eləyib burada. Bunları yazırsınız. Vəssalam. Deməli, 10 suallıq mətnimizin izahı bu qədər. Bundan sonraki canlılarımızda inşallah bu günləri nələri öyrəndik? Biz sizlə müddəa faktı öyrəndik. Bu günləri funksiyalara baxdıq. Daha sonra ehtimala, doğru-yanlış fikirlərə baxdıq. Abzaslara baxdıq. Bundan sonraki canlılarımızda məsələn planlardır. Daha sonra açıq suallar, situasiya suallarının necə düşəcəyi haqqında suallar istəyəcək. Fərqli sual tipləri. İndi uşaqlar çıxsınlar, qalsınlar, riyaziyyat başlayır. Burada olacaq riyaziyyat. Uşaqlar siz gözləyin, çıxmayın. Riyaziyyat buraxılış imtahanına uyğun riyaziyyat suallarının izahı olacaq. Nə linkdə? Linkə də qoşulsunlar. Onu saat bilməm deyərdi, o da mən demişəm. Uşaqlar, sağ olun. Sağlıq müəllim gəl. Olacaq növbəti canlımız. Hara
Getdi pencəyin geydi gəldi. Hə. Bunlar nədir? Artezyan kimdir? Quyu qazır da mənim. Hə, bu nətər yox? Amma həqiqi mənada qazır da, məcazi quyu. Hə. Bu quyunu necə yox eləyim buradan mən? Quyunu Bu orada yox. Nə eləmək istəyirsən? böyle ağ lövhə açıldı. Birincini bas, iki oxları o tərəfdən aşağı bas. Bas, Android bas. Nadir qışqırma. Birincini bas yuxarıda. Salam əziz abituriyentlər. Buraxılışa uyğun bir neçə yaxşı sual verim sizə. İnanıram ki, yaxşı cavablar verəcəksiniz. Mən bunları rəyləri necə görə bilərəm? Rəyləri telefonundan. Zəhmət olmasın. Mənim telefonu ver. Mənim telefonum. Deməli, birinci, belə bir sual yazaq. Abituriyent jurnalındandır, buraxılışa uyğun sual. Deməli, A bərabərdir. Bu tip düşən bilər mənim buyur. Bəli, bəli. Dimin buraxılış üçün hazırladığı xüsusi buraxılışından. Kök altda 35 üstə gəlir, kök altda 21, üstə gəlir kök altda 14, bölünsün, kök altda 5, üstə gəlir kök altda 3, üstə gəlir kök altda 2, çıx kök 2. Bu A'dır. B-ni də verib kök altda 7, üstə gəlir kök altda 2. Bizdən soruşur ki, A vur B-ni tapın. Deməli, uşaqlar, bu belə mürəkkəb görünməyinə baxmayın. Əgər mən buraxılışa uyğun sual dedimsə, demək ki, bunun bir sadə yolu var. Buraxılışa uyğun bilirsiniz, çətin sual düşmür. Deməli, siz nə etməlisiniz burada? Misalın sadə yolunu tapmalısınız. Buyurun, bir dəqiqə vaxt verim, siz fikirləşin. Bunun linkini ata bilərsən. Denəli Şəmxala mən linkini atsın. A vur B hasilini tapmaq lazımdır. Buradan A vur B hasilini tapmaq üçün nə edəcəksiniz? Əvvəl A-nı sadələşdirməlisiniz. Yəni, bu kəsiri ixtisar eləməlisiniz, sadələşdirməlisiniz. Sadələşdirəndən sonra A vur B-ni tapacaqsınız. B ilə işiniz yoxdur, ancaq A-nı sadələşdirin. Dedim. Bunu mən həll edeyim, biraz mən burada sizə kömək edeyim. Deməli, A-nı sadələşdirmək üçün belə bir iş görürsünüz. Birinci kəsrin surətindən kök altda 7-ni çıxarırsınız mötərizə xaricinə. Bir dəqiqə rəylərə baxın. Hə, rəylərdə yaxşı cavablar veriblər. Bəli, 11-ci sinif sualdır. 11-ci sinif buraxılır. Deməli, doğru cavab 5-dir, bəli. Birinci kəsirin surətindən kök altda 7-ni çıxartdıq mötərizə xaricinə. Kök altda 7 çıxanda burada qalır kök altda 5, burada qalır kök altda 3, burada qalır kök altda 2. Məxrəzdə də kök altda 5, üstə gəl kök altda 3, üstə gəl kök altda 2. Çıx kök altda 2. İxtisar getdi. Nə qaldı? Kök altda 7 çıxılsın kök altda 2. Bu A, bu da B. Bunların hasilini tapaq. Bunların da hasilini tapanda kök altda 7 çıx kök altda 2-ni, kök altda 7 üstə gəl kök altda 2-yə vuranda hansı müxtəsər vurma düsturudur? Kvadratlar fərqi. Asandır bu. Buraxılışa bu səviyyədə düşür elə. Hansı düsturdur? Kök altda 7-nin kvadratı çıx, kök altda 2-nin kvadratı. Kvadratla da kök gedir, 7 çıx 2 qalır 5. Bu birinci sualımız. Bu ilk 2023 abituriyent jurnalıdır. 2023. Bu birinci sualımız. Baxaq ikinci suala.
Deməli, ikinci sualda bizə belə bir bərabərsizlik verib. X kvadrat çıx 6x üstəgəl 9 böl x çıx 3 vurulsun x çıx 8 kiçik bərabər 0. Sual belədir. Tam həllərinin cəmini tapın. Buyurun. Bu il buraxılış imtahanı çətin olacaq. Yox, onu bilmək olmaz. Buraxılış imtahanı çətin olması barədə. Düzdür, deyirlər, amma onlara inanmayın. Hərə öz fikrini deyir. Buraxılış imtahanı keçən il asan düşdü. Düşünürəm ki, bu ildə elə bir ciddi fərq olmaz. Otuz üç, 24, 27. Fərqli cavablar verirsiniz. Baxın. Deməli, burada surət bizə hansı müxtəsər vurma düsturunun açılışını verir? Surət x çıx 3-ün kvadratını verir. Məxrəcdə də x çıx 3 vurulsun x çıx 8 kiçik bərabərdir 0-dan. X çıx 3-ün kvadratı ilə x çıx 3 ixtisar edirəm. Qalır x çıx 3 vurulsun x çıx 8 kiçik bərabərdir 0-dan. Sonra bunu intervallar metodu ilə əldə edəcəm. Nədir bunun kökləri? 3 ilə 8. Tapıram kökləri, intervallayıram. Sonra işarə təyin edirəm. 8-dən böyük bir ədəd. X-ə 9 versəm nə olar? Müsbət olar. Sonra növbəli düzürəm işarələri. Bizə hansı hissə lazımdır? Cavabı buna görə götürürük. Kiçikdir, bərabərdir 0-dan. Cavabı bu hissəyə görə götürürük. 0-dan kiçik deyəndə, yəni mənfi hissəni demək istəyir. Mənfi qoyulub bax bura. Deməli, doğru cavab oldu nə? 3, 8. Amma burada bir şey nəzərə alın ki, biz bayaq x çıx 3 ixtisar elədik axı. X bərabər 3 ola bilər. X bərabər 3 ola bilməz. X fərqli olmalıdır 3-dən. Niyə görə? Çünki bayaq məxrəcdə x çıx 3 var idi. X-ə 3 versək, məxrəc 0-a çevrilər. Ona görə nə edirəm buradan? 3-ü için boş götürürəm. 3-ü içi boş nöqtə kimi. Yəni, daxil eləmirəm. Cavab olur nə? 3, 8. Buradakı tam ədədlərin bizdən cəmini istəyir. 4, 5, 6, 7, 8. Nə edir? 12, 12. Oldu 24. Üstə də 6 gələndə 30. Doğru cavabımız nə idi? 30. Bəli, bəli. Trigonometriya düşər. Trigonometriya 100% düşər. Ola bilməz ki, hansısa bir imtahan olsun, buraxılış və yaxud blok imtahanı, orada trigonometri olmasın. 2 sual düşə bilir. Neçə saat sonra qurtarar? Bir-iki hələ suala baxaq da, görək necə cavab verirsiniz. Deməli, yenə DİM-in buraxdığı jurnaldan, başqa bir jurnaldan belə bir suala baxaq. Deməli, A-nı verib, 7 vurulsun A üstü 6, vurulsun B üstü 2 çıx 1. B-ni də verib, 3, x üstü 4, y üstü 18, 2, x üstü n, y üstü 7. Yazır ki, bu A1 hədlisinin qüvvəti A1 hədlisinin qüvvəti 21-ə bərabər olarsa, B çox hədlisinin qüvvətini tapın.
Salam, çox sağ olun. Necəsiz Aylin? Kainatçılar buradadır. 9-cu sinifə aid sual tipi. Deməli, Fidan soruşur 9-cu sinif. Bəli, bu 9-cu sinifdir. Rafiq Əhədov. Müəllim tanıdınız. Rafiq hansı Rafiq? Rafiq 7 nömrəlidə bir Rafiq tanıyıram başqa. Ola bilər şagirdlərindən ad olaraq unutmuşam. Elnur sual verir, fəzadan sual necə düşə bilər? Fəzadan sual düşə bilər. Deməli, sən nəyi öyrənirsən fəzadan? Kubun həcmi, səthinin sahəsi, düzbucaqlı paralelipedin həcmi, səthinin sahəsi, prizmanın həcmi, səthinin sahəsi, bir də fırlanma cisimləri. Fırlanma cisimləri hansılardır? Konus, silindir və kürə. Bunların ancaq düsturlarını öyrənin. Ya səthinin sahəsi düşür, ya həcmin. Düsturlarını əzbərləyin. Doğru cavab yazmışsınız 22. Bəli, əksəriyyət 22 yazıb, yəqin ki, doğrular. Baxaq. Deməli, A1 ədlisinin qüvvəti 21-dir. Abituriyent jurnalında yığdığınız baldan, abituriyent jurnalında əslində çətin düşür. Abituriyent jurnalında düşən suallar buraxılış imtahanından çətin düşür. Baxaq. Deməli, A1 ədlisinin qüvvəti 21-dir. Bir ədlinin qüvvəti nə idi? Dəyişənlərin üstləri cəmi. 6 üstəgəl 2m çıx 1 bərabərdir 21-ə. Buradan n-i tapaq. 2m bərabərdir 16-ya. M bərabərdir 8-ə. Sonra gətirib B-də n-in yerinə 8 yazıram. 3 vurulsun x üstü 4, y üstü 18, 2, x üstü 8, y üstü 7. Çoxhədlinin qüvvəti nə idi? Çoxhədliyə daxil olan bir ədlilərdən ən böyüyünün qüvvətini götürürdük. Bu bir ədlinin qüvvəti neçədir? 22. Bu bir ədlinin qüvvəti neçədir? 15. Biz də böyüyünü götürürük. Doğru cavab 22, düz cavab vermişsiniz. Rafiq kainatdan bir dəqiqə yadıma salmağa çalışım. Mən o kursda nə vaxt işləmişəm? Çoxdan işləmişəm, belə yadmadım. Hazırlıqdan. Yox, yadıma salam mən. Belə şagirdləri mən belə üzdən hamını tanıyıram dərs dedilərim, amma ad olaraq unuduram biraz keçəndən sonra. Deməli belə, növbəti bir sual verim sizə. Başqa bir jurnal seçim. Fərqli yerlərdən suallar verirəm sizə. Bu da 9 illik 2024. Belə bir misal verib bizə. 2 böl x tənliklər sistemi verir. Y-də 1 bərabərdir 1. X-da 1 üstəgəl Y-də 3 bərabər 5/5. Buradan Y-i tapmaq lazımdır. Deməli, bu 9-cu sinifdə də düşə bilər, 11-ci sinifdə də düşə bilər. Yəni, birinci hissə mövzuları bilirsiniz ki, ortaqdır. Birinci hissədən düşən mövzular həm 9-cu sinifdə düşə bilər, həm 11-ci sinifdə. Yəni, mən lövhədə yazdığım sual 11 buraxılışa da düşə bilər, 9 buraxılışa da düşə bilər. Hər ikisində bu mövzu var. Sonra biri yazır, zəhləm gedir riyaziyyatdan. Çox təəssüf, çox təəssüf. Keçən ildən Aysun tanıyasınız. 410 bal yığdı Azərbaycan Dövlət Pedaqoji Universiteti. Yox, yadımdan düşmədi. Trigonometriya yoxdur, niyə düşsün ki? Trigonometriya yazmamışam ki. Trigonometriya düşmür 9-cu sinifə.
Sinus kosinus 9. 9-cu sinifə yazacaqsan. Silsiləyə qədər düşür. Silsilə də düşmür 9-cu sinifə. Ora qədər düşəcək. Doqquzuncu hansı kitabı tövsiyə edirəm? Riyaziyyat. 9-cu sinifin birinci hissə test toplusu. Yaxşı öyrənirsən. İkinci hissə topludan da deyirəm, bax. Xətti tənlik, kvadratik tənlik, funksiyadan ilk iki bölməni öyrənirsən. Hərəkət oxşarlıq, bir də sahə. Bunları öyrənsən, yaxşı yaza bilərsən. Bir də sınaqlara gedin. Sınaqlardan istifadə edin. Danışdıq, misal qaldı burada. Cavab nə tapdınız görün? 0.5 yazan var, 2 yazan var. 0.5'dir. 3 də yazan var. Diqqət problemim varsa, o diqqətsizlik bilirsiniz ümumiyyətlə xarakterdir. Məndə də olur şagirdlər. Hazırlıqda yaxşı oxuyur, yaxşı cavab verir, amma gedir, görsən imtahanda həmişə hesab səhvləridir. Mən özüm də sınaqlar keçirdirəm. Məsələn, eyni şagird həmişə 2-ni 3-ə vurur, 5 yazır. Nə bilim də belə-belə səhvlər eləyir. Olur da. İkinci hissədən 9-cu sinif hansılar düşür? Bir də deyirəm, funksiyanın ilk iki bölməsi, xətti funksiya ilə kvadratik funksiya düşür. Fiqurların sahəsi düşür, hərəkət oxşarlıq düşür. Bir də ehtimalın sadə misalları. Ehtimalın ən sadə misalları düşür. Yox, sınaq belədir ki, bax, biri soruşur sınaq belədir. Sınaq belədir ki, imtahana yaxın işləyin, təkrarlamaq üçün. Ümumi sınaqlar ancaq təkrarlamaq üçün sizə lazımdır. Dərsin gedişində öyrənmək üçün test toplusu işləyin. Yəni, sınaq adamı öyrətmir ki, sınaq imtahana 2 həftə qalmış, 15 gün qalmış, başlayın ancaq ümumi sınaqlarla. Daha mövzu keçmir. Fəzada düz xətt müstəvilər yox düşmür. Fəzada ancaq fiqurlar düşür, cisimlər düşür. Aha, deməli, burada nə eləyəcək? Y-i tapmaq üçün x-ları yox eləmək lazımdır. Burada 2x bölü x görürəmsə, burada mənfi 2 bölü x tapmaq lazımdır. Ona görə ikinci tənliyi vururam nəyə? Mənfi 2-yə. Birincini olduğu kimi saxlayıram. İkinci tənliyin bütün ədlərini vururam mənfi 2-yə. X-də 1-i mənfi 2-yə vuranda mənfi x-də 2-yi. Y-də 3-ü mənfi 2-yə vuranda mənfi y-də 6. 5 onda 5-i mənfi 2-yə vuranda mənfi 11. Sonra bunları alt-alta toplayıram. Məqsədim bu idi ki, bunlar yox olsun. Y-də 1 ilə də mənfi y-də 6 eləyir. Mənfi y-də 5 bərabərdir. 1 ilə də mənfi 11-i toplayanda mənfi 10. Hər tərəfdən mənfiləri atıram. Y-də tapmaq üçün nə eləyəcəm? Və yaxud çarpaz vuraq əldə eləyəcəm. Çarpaz vuranda nə olur? Bunun məxrəci 1-dir. 10y bərabərdir 5. Y-də olur nə? 0,5. Doğru cavabımız 0,5. Aydın oldu. Sonra funksiyadan belə bir suala baxaq. Deməli, belə bir düz xət verib. Bu x oxu, bu y oxu. Düz xət y oxun kəsib 2-də, y oxun 6-da, x oxun 2-də kəsib. Bu y bərabər kx plus b düz xəttinin qrafikidir. Siz mənim üçün k plus b cəmin tapacaqsınız. Funksiya keçməmişsə, 11-ci sinifsiz. 9-ların keçməməyi normaldır, amma 11-ci siniflər keçməlidir. Canlı dərslərin belə, yəni konkret vaxtı yoxdur, müəyyən bir vaxtlarda olur.
Buraxıcı vektora aid sual düşür, bəli. Salam Mehdi. Hə, 10-cu siniflər demək olar ki, elə indilərdə çatacaq funksiya. Yəni hazırlıqda elə 10-cu siniflər elə funksiya çatmır. Normaldır. Cavab nə yazırsınız? 3 yazan da var, -3 yazan da var. Hətta 4 yazan da var, 6 yazan da var, 0 yazan da var. Funksiya aid bir sual hökmən düşəcək. Yəni mümkün deyil ki, hansısa bir buraxılış imtahanı olsun, orada funksiya aid sual olmasın. Riyaziyyatın zəifdir, nikbin. Ondan nə etmək lazımdır? Sən əgər riyaziyyatın zəifsə, sən bir yaxşı yol göstərir. Götürürsən mövzuları, hansı mövzunu əgər başa düşürsənsə, hansı mövzunu başa düşürsən, onların üstündə işlə. Yəni onları öyrən ki, oradan düşsə yaza bilərsən. Başa düşmədiyin mövzuya bu az vaxt ərzində vaxtını itirmə. Yəni bir mövzudur, başa düşmürsən trigonometriyanı, onu qoy artıq kənara. Yəni bu az vaxt içərisində sən trigonometriya öyrənə bilməyəcəksən. Hansı mövzuları başa düşürsənsə onları bir məhsullu tənlik, tənliklər sistemi, bərabərsizlik, çoxluq, ədədi silsilə, bunlar başa düşülən mövzulardır. Bunları öyrən. Ehtimal hamının başa düşdüyü bir şeydir. Kompleks ədəd asan mövzudur, həmişə də bir sual düşür. Kompleks ədəd öyrən, bir sualın hazırdır. Hansı sınağı tövsiyə edirəm? Mən OTK-nı tövsiyə edirəm. Baxa görək, müxtəlif cavablar var. Mehdi, bəli, riyaziyyat dərsi. Başqa nə ola bilər? Deməli belə, burada. Həmişə düz xətt çəkiləndə bu şəkildə K və B-ni tapmağı sizə asan yolun deyim. Bax, bu Y oxunun üzərindəki həmişə B olur. X oxunun kəsdiyi yer mənfi B böl K olur. Başa düşdünüz? Bax, elə bil ki, Y bərabər KX plus B-də. Y oxun kəsəndə nə edirik? Y-ə 0 veririk. Bax, oradan alınır. X bərabər mənfi B böl K buradan alınır. Deməli, burada düz xətt veriləndə K və B-in tabanı ən asan üsulu budur. Y-in üzərindəki də B-yə bərabərləyirsiniz, X-in üzərindəki də mənfi B böl K-ya. Deməli, baxan kimi gördük ki, B nədir? 6-dır. Mənfi B böl K da bərabərdir nəyə? 2-yə. Artıq B-ni yuxarıda tapmışıq, 6-dır. B-nin yerinə 6 yazırıq və buradan da alınır ki, K bərabərdir mənfi 3-ə. Deməli, birincidən B-ni tapdıq 6, B-nin yerinə 6 yazmaqla da K-nı tapdıq mənfi 3. Deməli, mənfi 3 ilə 6-nın cəmini istəyir. K plus B. Mənfi 3 ilə də 6-nın cəmi bərabərdir nəyə? 3-ə. Ola bilər bizdən nə istəyər? Funksiyanı. Ola bilər bizdən nə deyək? Xətti hansı funksiyanın qrafikidir? K-ya mənfi 3, B-yə 6 yazaq. Mənfi 3x plus 6-nın qrafikidir. Belə bir sual. İndi danış. Birdən də kvadratik funksiya aid yazaq. Kvadratik funksiya aid yazaq. Deməli, A2-5 nöqtəsi Y bərabərdir mənfi x kvadrat üstəgəl bx üstəgəl 5 parabolası üzərindədir. Siz tapacaqsınız parabolanın təpə nöqtələri. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Fikirləşin.
Hə, bayaq saydığım mövzular. Bayaq saydığım mövzulardan yox, hansı saymışam ki bayaq? Əgər kompleksi silsiləndirsə yox, düşməyəcək. Buna ehtiyac var. Buna ehtiyac var. O da. TikTok'da da canlıdır da mənim. TikTok izləyicilərim də sən. Deməli, burada neçə nəfər? 20 nəfər. Bəli, onu yazaqdır, nə? Nadir, neylənirsən? Nadir nəsələdir, mənim çox iyi TikTok. Məndən çəkdə, oran necədir, tut mənim, belə, buradan çək, məndən də düşsün. Belə, ay, sağ ol. Sən o olsan. Deməli, 1-6 yazırsınız. Amma 2-5 yazan da var. Bizdə Quluzadə Aysun oxuyub burada keçən il. Hani buradadır? Yox, yazır ki, tanıyırsınız, dedim yox. Yəqin riyaziyyata gəlməyib. Gəlmir, deyəcək. Yox, Azərbaycan da gəlir. Ha. Fəzadan başqa nə düşər? Fəzadan başqa düşə bilər sizə. Sahə düşə bilər, oxşarlıq düşə bilər. Üçbucaq çevrə 100% düşəcək. Yəni, üçbucaq çevrə qaçılmaz mövzulardır. Salam Aydan, çox sağ ol. Sən necəsən? Deməli belə. İki al, mənfi 6, 1 6. Fərqli cavablar verirsiniz. Deməli, burada belə bir iş görək. Yadınızda qalsın, tək kvadratik funksiya deyil. Ümumiyyətlə, istənilən bir funksiya hər hansı bir nöqtədən keçəndə gətirib x-i x-in yerinə, y-i də y-in yerinə yazmaq lazımdır. Deməli, x-in yerinə nə yazacağım? 2. Y-in yerinə nə yazacağım? 5. Y-in yerinə yazıram 5. X-in də yerinə 2. Mənfi 2-nin kvadratı üstəgəl 2b üstəgəl 5. Bu da olur 5 bərabərdir. Kvadrat mötərizədə olmayanda, mənfi ədəd mötərizədə olmayanda mənfi qalır da bilirsiniz. Mənfi 2 üstəgəl 2b üstəgəl 5. Sonra buradan 2b-ni sola keçirdirəm. Mənfi 2b bərabər mənfi 4, b bərabərdir 2-yə. B-ni 2 tapandan sonra təzədən bu kvadratik funksiyanı köçürdürəm və B-nin yerinə 2 yazıram. Mənfi x kvadrat üstəgəl 2x üstəgəl 5. Y kvadrat nədir? Y bərabər. Sonra təpə nöqtənin koordinatını bilin. Siz təpə nöqtənin koordinatların əzbər bilməlisiniz. M-in düsturu mənfi b bölü 2a. N-in düsturu 4a çıx b kvadrat bölünsün 4a. Deməli, M-in düsturu budur, N-in düsturu. Siz bu düsturları əzbər bilməlisiniz. Aydın oldu. Mənfi b bölünsün 2a. Yəni 2 vur mənfi 1. A nədir? Mənfi 1. Bu elədir 1. 4 vur a. Vur C, çıx B kvadrat, bölünsün 4A, 4 vur mənfi 1. Bu da eləyir mənfi 24, bölünsün mənfi 4. Bu da eləyir müsbət 6. 1, 6 yazanlar, bəli, doğru cavab veriblər. Cavab nə olur? 1, 6. Sonra sizə üçbucağa aid suallar verim. Düzbucaqlı üçbucaqlı.
Hipotenuza hündürlüyü çəkilib. Bura 6'dır. Bura 5'dir. X-i tap. Deməli, bu şəkildə mənim üçün nəyi tapacaqsınız? HC-ni tapacaqsınız. Görün bunu necə düşünərsiniz. Natiq müəllim gəlsin, salam deyərəm. Bir nəfər sənə salam göndərir. Kimdir o? Baxım o kimdir mən salam. Nikbin Hüseynli. Kim? Nikbin Hüseynli sənə ardıcıl olaraq salam göndərir. Ana. Qardaş, mən niyə salam göndərsən? Niyə narahat edirsən mən? Aleyküm salam. Allah köməyin olsun. Salam aleyküm, Allah sizi qorusun. Dən bir dənə sual verib sizə çıxım gedim. Ver. Cavabını nəbləz edir. Bir dənə sual verib gedir. Belə burada yaxda dayanmanın səsini. Ha. Sağ ol Yusuf, sən duruyorsan, başqa olmasın. Kim nə deyirsən, sən özü yorulur. Xoş gəlmə. Ha, yox, gəl. Birləşdirildi. Sözün tərkibini görə təhlil edin. Bir dənə bunu təhlil edin, çıxıb edirəm. Sözün tərkibini görə təhlil edin, çıxıb edirəm. Sadə sual. Nadir mən video gəlir. Ürəyi olmayan. Ne oldu videonun paylaşımda? Niye az adam oldu? Niye düştü bu izleyicilerimiz? Bak kimse orada öz aile üzvün yad eləyirdi, ağırlı bala. Adam dədəsinin adını yazmalı var. Dədənin adını niyə yazırsan? Gidan, çatdır dədəvə. 134 nəfər buradan ilətdi ona sizə. Evet ki, sən xəbərdarlığa gedəcəkdir. Aha. Zərzi qalxdıracaqsın. Daha ne indirəm silməyim? Ham oxuyandan sonra sən silməyim. Dil oxumamış neyəcək. Sən hiss eləməlisən. Mikrofon səndədir gibi. Yadından sonra mikrofonu. Bəli. Sözün kökü bir olur. Birləşəndə bir oluruq. Sonra birləşirik. Birləşmək, leksik. Birləşdirmək, leksik. Birləşdirilmək, leksik. Didə, qrammatik. Bildiniz? Əssalam, mən getdim. Mənim gəl. Biraz da sual cavab elə. Bax. Ha. Deməli nə oldu? 2 leksik, 2 qrammatik. Düzdür. Buyurun, bizim bu gözəl misalımız. Deməli, x bərabər 4, x bərabər 5, x bərabər 1. Hə, neysə, bu leksikdən, qrammatikdən çıxın. Qaydın 3 bucağa. Deməli, Zülfünaz soruşur. Funksiya, tənliklər sistemi, ehtimal kompleks. Deməli, buradan deyirəm, bax, 9-a düşməyən bu yazdıqlarından kompleks ədədlərdir. Aydın oldu. Bir də silsilə, yadında qalsın. Bu yazdıqlarından Zülfünaz. Kompleks ədədlər və silsilə 9-a düşmür. Qalanlar hamısı düşür. Bax, çox gözəl izah da eləyib burada Murad Məmmədli. 4 edir, özünüzü yormayın. 9-cu bu nədir? Baxaq. Deməli.
Belə bir düsturumuz var. Düzbucaqlı, üçbucaqda yadınızda qalsın. Hiptonuza hündürlük çəkiləndə 6 dənə düstur var. Siz onları əzbərləyin. Bir də təkrar düzbucaqlı, üçbucaqda hiptonuza hündürlük çəkiləndə 6 düstur var. Onları əzbər. Onlardan biri də budur ki, katetin kvadratı bərabərdir. Öz proyeksiyası, yəni hiptonuz burada 2 hissəyə bölünüb də. Bu katetin öz tərəfində olan hissə vurulsun ümumi hiptonuzun uzunluğu, yəni x plus 5. 36 bərabərdir. X vurulsun x plus 5. Və bunu kvadrat tənli kimi açmağa ehtiyac yoxdur. Asanlıqla görünür ki, x neçədir? 4-dür. 4 vur 9, 36 eləyir. Başa düşdünüz? O biri düsturlar hansıdır? Deməli, Nazənin soruşur ki, o biri düsturlar hansıdır? Elə buradan yazım da, niyə qrup atırıq ki? Dəftərinizi götürün, yazın. Hiptonuza hündürlük çəkiləndə, düzbucaqlı, üçbucaqda. Bu katet A olsun, bu katet B. Katetin bölündüyü hissələr M və N olsun. Hündürlük H olsun, hiptonuz da nə olsun? S. Birinci düsturumuz. H kvadrat bərabər M vur N. İkinci düsturumuz. A kvadrat bərabər M vur S. Üçüncü düstur. B kvadrat bərabər N vur S. Dördüncü düsturumuz. AB bərabərdir SH. Beşinci düstur. A kvadrat. Biraz yaxşı yazın bunu. A kvadrat böl B kvadrat bərabər M böl N. Altıncı düstur. 1 böl A kvadrat üstəgəl 1 böl B kvadrat bərabər 1 böl H kvadrat. Hamısı düşdü? Hə. Bu düstur. Onu da deyim ki, əsas bulardır. Düzdür, bu birlər də vacibdir, amma əsas ən çox işlənən bulardır. Siz buraxılışa görə 4 dənədən möhkəm yapışın. Deməli, ədəbiyyat canlısı nə vaxt? Onu çox təəssüf ki, biz sizə deyə bilməyəcəyik. Loqaritma düşür 11-ci sinifə, 100% loqaritma düşür. Loqaritmasız 11-ci sinif olur. Elə loqaritma dedin, sən loqaritmaya aid bir dənə sual verim. Yazdınız bunları, mən gözlədim biraz. Yəqin ki. Buyurun, loqaritmaya aid bir dənə qəşəng sual verim sizə. Bunu hesablayın görək. Bu 11-ci sinif buraxılışa düşür. Sinif olaraq da məktəbdə 10-cu sinifdə keçirilir. Kurs sınaqlarına riyaziyyatdan 15-18 dimdə neçə yazar? Kurs sınaqlarında mən baxıram, buraxılış sualları biraz dimə nisbətən az da olsa biraz çətin düşür. Sən əgər 15-18 yazsan, baxır hansı kursda da, məsələn, güvənin sınaqlarında biraz çətin olur. Orada 15-18 yazmışsansa, sən 20-nin üstündə yazacaqsan. Amma təkrar diləməlisən də. İmtahana yaxın qaydaları, düsturları hamısını təkrar əzbərləsin. 20-dən yuxarı yazarsın. Əgər 18 yazmışsansa. Çətin sual verim. Yox, mən də hamını nəzərə alıram da. Çox çətin də vermək olmaz ki, hamı öhdəsindən gələ bilsin. Deməli, bunun cavabında müxtəlif cavablar görürəm. 2025 yazanlar da var.
Görək doğru yazmısınızmı? Deməli, birinci bir xassəni yadımıza salaq, qüvvətin xassəsi. 9 üstü m üstəgəl n olanda mən bu necə yaza bilərəm? 9 üstü m vur, 9 üstü n kimi yaza bilərəm. Elədir. Bunu belə yaza bilərəm. Bunu da yazıram. 9 üstü 2 vurulsun 9 üstü logaritma 3 əsasdan 5. 9 üstü 2 eləyir 81. Ədədin üstə logaritm olanda qaydamız necə idi? Ən yuxarıdakı ilə ən aşağıdakının yerini dəyişirdik. 5-i düşürdürəm aşağı, 9-u qaldırıram yuxarı. Olur 81 vurulsun. Logaritma 3 əsasdan 9 neçədir? 2. 81-i də vuranda 25-ə 2000, təsadüfən görsən 2025-ci il. Sonra Sonra trigonometriyadan verim sual, 11'lərə aid trigonometriyadan sual. Permutasiya və kombinezona aid. Çevrə verin. Yaxşı, sizə çevrəyə aid sual verim. Çevrə istəyirsiniz, çevrəyə aid sual vereyim. Ama bir dəqiqə istəyən bir yaxşı suala rast gəldim. Bu sualı verin bunlara yazsınlar. Verim yadıma düşsə ədədlər verəcəm. Deməli, O nöqtəsi mərkəzdir. Çevrənin radiusunu tapın. On bir buraxıcı ən çox hansı hissədən düşür? Deməli, mən 11 buraxılı sualları saydım. Yarısı birinci hissədən düşür, yarısı ikinci hissə. Hansı hissədən çox, hansı hissədən az düşəcəyi belə bir şey yoxdur. İkinci hissədə törəmə, integral və limiti çıxmaq şərti ilə hamısı. Üç kök 5, 1 onda 5 kök 5, kök 45 bölü 2. Birinci hissədən bir məchullu tənlik dəqiq düşəcək, çevrə dəqiq düşəcək, üçbucaq dəqiq düşəcək. Var 100% düşəmir. Bir də faiz mövzusu hansısa sualların içərisində də düşə bilər. Nə bilim, şüaların sayı, parçaların sayı neçə faizidir. Ta ki, həndəsdən misal verir, bu neçə faizdir və belə suallar düşə bilər. Bu soruşur, kanala düşəcək bu video. Bunu mən bilmirəm. Bunu
Şamxal bilər. Mən onun cavab verə bilmərəm. İndi soruşum deyərəm kanala düşəcək video yoxsa yox. Baxaq suala. Silsilə 11 buraxılışa düşəcək. Ya ədədi silsilə, ya həndəs silsilə. İkisindən biri düşəcək. Hə. Amma 9-lara düşməyəcək. Bir də soruşursunuz bu video kanala düşəcək? Düşəcək. Bəli. Şamxal bəy dedi ki, düşəcək. Baxaq bura. Fərqli cavablar var. Görək kim düz yazıb. Burada əvvəl bayaqçı qayda ilə əvvəl buranı tapaq. Toxunanın kvadratı bərabərdir. Kənardakı hissə, kəsənin kənardakı hissəsi vurulsun ümumi uzunluğu. Yəni 4 vurulsun, 4 plus 5, 9. Toxunan və kəsən üçün düsturumuz var. Toxunanın kvadratı bərabərdir. Kəsənin kənardakı hissəsi vurulsun ümumi uzunluğu. X kvadrat 36-dırsa, x oldu 6. Buranı tapdıq neçə? 6. Sonra siz bilməlisiniz ki, radius toxunana nə olur? Perpendikulyar olur. Radius toxunana perpendikulyar. Burada 90 dərəcə olur. Pifagor teoremi ilə diametri tapaq. Bu birinci mərhələ. Pifagor teoremi ilə 6-nın kvadratı üstə gəl, diametrin kvadratı bərabərdir 4 ilə 5-in cəmi. Yəni 81. 9-un kvadratı. D kvadratını tapmaq üçün 9-un kvadratı, yəni 81-dən 36 çıxırıq, 45. D-nin kvadratı 45-dirsə, onda D nəyə bərabərdir? Kök altda 45. Kök altda 45-də də vuruğu kökdən çıxarmaq üçün 9 vur 5 yazsaq, 3 kök altda 5. İkinci mərhələdə də nə elədim mən? Diametri tapdım, 3 kök 5. Sonra radiusu tapaq. Siz bilirsiniz ki, radius diametrin yarısıdır. Yəni 3 kök 5-in yarısı. Bu da eləyir nə? 1/5 kök altda 5. 1/5 kök 5 doğru cavab idi. Yorulmamışsınız, davam eləyək. İndi buradan elə sual seçib yazaq ki, 9-cu siniflər də işləyə bilsin, onlar da baxır. Yox, mən yorulmamışım. Mən sizi düşünərək deyirəm. Hesablayın bunu görək. Bəli, bizim sürət qruplarımız var. Artıq dərslərə başlamışıq. 2 dərs keçmişik. Bunu yazandan sonra anar, trigonometriya aid verirəm sizə sual. Siz yazın, siz yazına qədər mən qəşəng bir sual seçim trigonometriyadan. Sizin də xoşunuza gəlsin. Bir mənfi bir mübarizə aparır burada. Ya, zonalar arasında elə bir ciddi fərq yoxdur. Birinci zona, ikinci zona. Vüqar necə qoşula bilərsən? Deməli, kursla əlaqə saxlayarsan NV Akademiyada. Onlar səni yönləndirəcək, dərslərə qoşulacaqsın. Baxaq bunu hələ həll edək.
Görək 1-dir yoxsa -1. Burada mən belə bir iş görürəm. Necə bir iş görürəm? 3-cü dərəcədən 2 çıx kök 5 bərabərdir. Daha doğrusu vurulsun. Kök altda 6-cı dərəcədən. Siz burada 9 üstə gəl 4 kök 5-in mötərizə kvadrat olduğunu düşünməlisiniz ki, nəyin mötərizə kvadratıdır? Baxın, burada 9 üstə gəl. 4 kök 5 düşünə görə nə ilə nəyin hasilinin 2 mislidir? 4-ü 2 vur 2 yazsam, 2 ilə kök 5-in hasilinin 2 mislidir. Müxtəsərin açılışında ortada nə olurdu? Hasilin 2 misli. Deməli bu. 2 ilə kök 5-in cəminin kvadratıdır. Gəlin bunu yoxlayaq. Birincinin kvadratı, 2-nin kvadratı üstə gəl. Hasilin 2 misli. 2 kök 5-i 2-yə vururam. 4 kök 5. Üstə gəl kök 5-in kvadratı. Kvadratla kök gedir, qalır 5. 2-nin kvadratı 4. 4 ilə 5 toplayırıq. 9. 9 üstə gəl 4 kök 5. Aydın oldu. Demək ki, 9 üstə gəl 4 kök 5. 2 üstə gəl kök 5-in mötərizə kvadratı imiş. Sonra kvadratla burada 6 ixtisar gedir. 6 ilə 2 ixtisar gedəndə burada nə qalır? 3 qalır. Olur 3-cü dərəcədən 2 çıx kök 5 vurulsun. 3-cü dərəcədən 2 üstə gəl kök altda 5. Bunlar ikisi də eyni dərəcədirsə, bunlar ikisi də eyni dərəcə. Bir kökün altda salıb vura bilərsiniz. Bunları salaq 3-cü dərəcədən kökün altda vuraq bir-birinə. 3-cü dərəcədən 2 çıx kök 5-i vururuq nəyə? 2 üstə gəl kök 5-ə. Hansı müxtəsər vurma düsturu alındı? A kvadrat çıx B kvadrat. Yəni 2-nin kvadratı 4 çıxılsın, kök 5-in kvadratı 5. Bu da eləyir kök altda 3-cü dərəcədən -1. Bu da eləyir nə? -1. Deməli, akademiya harada yerləşir? 20 yanvarda yerləşir. Bu dərslik bu qədər. Bizim növbəti canlılarımız da olacaq. Məlumat verəcək. Sizə imtahanda uğurlar. Sağ olun.